Hazreti Mövla buyurur ki, en üstün oruç qəlbin orucudur. Hadisinde buyurur ki, qəlb orucu dil orucundan üstündür. Dilin orucu qarının orucundan üstündür. Bir çoxları hətta oruçdanla qarın orucu tutur. Yani fəqət yemir, içmir və s. Ama dilin qoruya bilmir, gözün qoruya bilmir, xüsusi oruç tuta bilmir, umumi oruç tutur. Bu barədə xütbələr olubdur. Həzrəti Mövla buyurur ki, en üstün oruç qəlbin orucudur ki, xüsusidən xüsusi, xassul xas oruc adlanır bu. Ki bəndə qəlbinə Allahdan savayı heç bir şey bırakmıyor. Qəlbi oruc ola. Necə, məsələn, umumi şəkildə oruçdanda ağzına heç bir şey qoymur, yemir, içmir. Qəlbi də oruc olanda Allahdan savayısını ora bırakmır. Çox çətindir ya bu. Çox yüksək səviyyədir bu. Ona görə Həzrəti Mövla buyurur ki, en üstün oruç qəlbin orucudur. Qəlbin orucu dilin orucundan üstündür. Dilin orucu hünərdir. Hər adam da bütün üzvləri ilə oruc ola bilmir. Görürsən, oruç tutub ağzına gələni danışır. Qeybət də eləyir, yalan da danışır, söyüş də söyür və s. Dilin qoruya bilmir. Bədən üzvlərini qoruya bilmir. Ya qadın da hicabını qorumur və s. Laxır bədən üzvləri orucdur. Fəqət yeməyib, içməyib, orucu batil edənlərdən çəkinibdir. Amma Həzrət buyurur ki, en üstün oruc qəlbin orucudur.